Salam, hər vaxtınız xeyir olsun. ABC Akademi 12-ci bölmə sınaq 1-in izahına baxırıq. Sual 1. Erkək qıcının fərdi inkişafı zamanı hansı strukturlarında həm haploid, həm də diploid xromosom yığınına malik hüceyrələrə rast gəlinər? Erkək qıcının bilirik ki, kökümsöv gövdəsi ancaq diploiddir. Protalında isə protalın hüceyrəsi haploiddir, amma onun alt hissəsində dişi və erkək cinsiyyət hüceyrələri əmələ gəlir. Mayalanması nəticəsində zigot alt tərəfində yaranır ki, bu da KN xromosom dəstinə malikdir. Erkək qıcının ikiqat ləyəkvari yarpaqları 2N xromosom dəstinə malikdir. Yarpaqlarının alt hissəsində isə sporangilərin içərisində haploid xromosom dəstinə malik olan sporlar olur. Ona görə də cavab götürərik 2, 3, cavabımız B variantıdır. Cədvələ əsasən A plus B cəmini müəyyən edin. Cinsi çoxalma prosesində iştirak edən bitki söhbət olotriksdən gedir. Yaranan zigot sayı, gəlin belə baxaq. Yaranan zigot sayı normalda kitabda verildiyi kimi bir zigota, zigotdan yaranan sporların xromosom dəsti bilirik ki 4 dənə spor yaranır, hər biri haploiddir 4-ün. Mayalamada iştirak edən qametlərdə qamçıların sayı 2 qamet iştirak edir, hər biri 2 qamçılı olduğundan 4 dənə qamçı iştirak etmiş olur. İndi baxaq ki, 32 deməli, bir zigota 4N xromosom dəsti olan spor düşürsə, 32N 8 dənə deməli zigota düşür. Və baxıram ki, zigotdan yaranan sporların xromosom dəsti 4N olanda elə qametlərdəki qamçı sayı da eyni 4 olursa, 32N-ə də 32 düşəcək. Ona görə də A 8, B 32 bunların cəmi 40-a bərabər olacaq. Cavab A variantıdır. A bitkisi laminariya bitkisidir. B həm də C bitkilərinin yetkin fərdindən fərqlənir. Baxaq görək nəyə görə fərqlənir. Deməli, yetkin fərdinin qeyri-cinsi nəsil olması ilə ona qalsa C bitkisi də qeyri-cinsi nəsildir. Buna görə fərqlənmir. Vegetativ orqana malik olmaması ilə, bəli, B, yəni mamırda və qıcıda, C-də vegetativ orqanlar var, amma laminariyada vegetativ orqan yoxdur. Xlorofilə malik olmaması ilə, hər üçündə də xlorofil olduğuna görə bu yanlışdır. Rizoidlərin olması ilə bilirik ki, sfaqnum mamırında rizoid yoxdur, nə də ki qıcıda rizoid yoxdur. Onun kök sistemi, saçaqlı kök sistemi var. Deməli, bu fikir də doğrudur. İnkişafının nəsil növbələşməsi ilə getməsinə görə nəsil növbələşməsi üçündə də nəsil növbələşməsi var. Əlavə və yan kök isə aiddir C bitkisi olan qıcıya. Cavabımız olacaq 3-də D variantı. Yosunlarda olmur. Yosunlarda xlorofil var. Nüvə də var, xromatofor da var, vakol da var, xromoplast ailə bitkilərdə olacaq. Protalov və protonema üçün protal qıcıların cücərtisidir, protonema mamırların. Ortaq deyildir. Avtotrofdur hər ikisi, ailə sporlu bitkinin ilk cücərtisidir, hər iki yaşıl rənglidir, ona görə də avtotrofdurlar. Protal lövhə şəkillidir, amma protonema saf şəkillidir. Protalın lövhə şəkilli olması onun lövhə şəkilli yosunlardan başlanğıc götürdüyü fikrini biogenetik qanunda sübut etmiş olur. Xloroplastlara malik olmaq, hər ikisində də xloroplastlar var. Şəkildə bir görürük ki, sfaqnum mamırı göstərilibdir. Hardan bilirik? Budaqlanıbdır və bir neçə qutucuğa malikdir. Oradan bilirik. Sfaqnum mamırı yarpaqları hər ay 2-3 sm böyüyür. Hər ay olmamalıydı. Hər il olmalıydı. Doğrudur soruşur deyə az səhvdir. Öz çəkisindən 4 yox, 20-25 dəfə çox olmalıydı. Rizoidləri yoxdur dedik, yaşıl quş mamırında var. Qametləri mitoz yolla əmələ gəlir fikri doğrudur. Çünki özü haploiddir. Elə mitoz yolla da qamet əmələ gətirir. 7-ci suala baxırıq. Mamırın 5 yarpaq. 5 yarpaq. Mamırın gövdəsi, yarpaqları haploid xromosom dəstidir. Yarpağı 5N'dir. Zigot 2N xromosom dəstidir, 10N'dir. 5 spor 5N'dir. Çünki spor meyoz yolla yaranır və haploid xromosom dəstinə malik olur. Spordan da haploid xromosom dəstinə malik olan protonema əmələ gəlir və 5 dənə protonemada 5N qədər xromosom olur. Deməli, mamırda ümumilikdə 5, 10, 5, 25 dənə xromosom dəsti var. Hal-hazırda bunu tapdıq. Sonra baxırıq. Ulotrixin 5 zigot, ulotrixin gövdəsi haploid xromosom dəstidir. Zigot isə 2N xromosom dəsti olduğuna görə vururuq 10N. 5 yaşıl hüceyrəsi
Təbii ki, öz tallomu haploid olduğuna görə 5-ə vururam 5-in. Rəngsiz hüceyrələrində nüvə olmadığından onun xromosomu da olmur və 0 olur. Ulotrixdə də bu ikisini cəmləsək, yəni 10n 5n 0 olacaq 15n. Dairəyə alırıq. Xromosom n fərqi hansı ifadə ilə düzgün göstərilibdir? Tapdıq ki, n-imiz 25n-dir. Evimizi də tapdıq ki, 15n-dir. İndi bunların fərqi nədir? 25-dən 15 çıxanda 10n edərmi? Baxaq görək hansının qiyməti 10-a bərabərdir. N-imizin qiyməti 25-dir. 3-ü A variantında baxsaq, 3-ü n-in yerinə 25 qoyub çıxarıq, 4 vurulsun. M-ə nə aldıq? 15 aldıq. Vurulsun 15. Çıxılsın 5. 3-ü 25-ə vuranda 75, çıxılsın 4-ü 15-ə vurulduqda 60, çıxılsın 5. 75-dən 60 çıxdıqda 15, 15-dən 5 çıxdıqda isə 10 edər. Elə cavabımız nədir? A variantıdır. Hansı yosunun zoosporundan bilavasitə yetkin fərd əmələ gəlmir? Bilirik ki, laminariya yosunu Ken xromosom dəstinə malikdir. Meyoz yolla onun çoxlu zoosporlar əmələ gəlir. Zoosporlar isə düşərək cücərtilər əmələ gətirir ki, bu cücərtilər də dişi cücərti, erkək cücərti olaraq bir-birindən ayrılır. Cavabımız laminariyadır. Yaşıl quş mamırının sporofiti bilavasitə nədən əmələ gəlir? Yaşıl quş mamırı çəkib göstərsək, dişi quş mamırının təpə hissəsində yumurta hüceyrə əmələ gəlir. Spermatozoidin yaxınlaşması nəticəsində burada mayalanaraq zigotu əmələ gətirir. Oradan isə ayaqcıq, oradan da konus şəkilli qutucuq əmələ gəlmiş olur ki, onun da içərisində sporlar yetişir. Yəni ki, sporofiti bilavasitə zigotdan yaranmış olacaq. Nöqtələrin yerinə uyğun gələn sözləri seçin. Qırmızı və qonur yosunların tallomları həm kürə şəkilli, həm sap şəkilli, həm lövhə şəkilli olmaqla 1, 2, 3 olur. Cədvələ əsasən x plus y plus z ifadəsinin qiymətini tapın. Əgər biz kitabda olan Ulotrixin cinsi çoxalma şəklini yadımıza salsaq, görəcəyik ki, bir zigotun əmələ gəlməsində iştirak edən qamet sayı 2 idi. Hər bir qametdə 2 qamçı var idi və 2-ni 2-yə vurduqda 4 dənə qamçı olurdu. Və bir zigotdan 4 dənə qamçısız spor əmələ gəldiyini bilirdik. 4 dənə qamçısız spordan isə 4 dənə yeni fərd yaranırdı. İndi buna əsasən, əgər bu baxırıq ki 4, 4, 4, deməli 56, 56, 56 hesablamağa ehtiyac yoxdur. Əgər qametlərdə olan qamçıların sayını 4, zigot sayısı ondan 4 dəfə kiçik olub 1-ə bərabərdirsə, deməli 56-nı da 4-ə böldükdə x-imizin sayının 14 olduğunu tapacağıq. 56-nın üstünə 56 gəldikdə 112, hansı ki x, y, z ifadəsinin cəmini tapın deyir. X-imiz 14, y-imiz 56, z-imiz 56-dır. 56-nın üstünə 56, 112, üstünə də 14 gəldikdə 126, yəni cavabımız A variantı olacaq. Yaşıl quş mamırının nəsil növbələşməsi hansı bənddə düzgün verilmişdir? Bilirik ki, zigotdan ayaqcıqlı qutucuq əmələ gəlir. Qutucuğun divarında meyoz yolundan sporlar əmələ gəlir. Sporlar düşür, əlverişli şəraitdə sap şəkilli proteinəmma əmələ gətirir. Proteinəmmanın üzərində tumurcuqlar olur ki, ondan da yetkin bitki inkişaf etmiş olur. Yanlış cavabı seçin. Yaşıl quş mamırının ilk cücərtisi sap şəkilli proteinemadır. Haploid xromosom dəstinə malikdir, xloroplasta malikdir, avtotrofdur. Spordan başlanğıc götürmüş olur. Anterid və arxegoniya malikdir. Bu fikir səhvdir, çünki o protala məxsusdur. Verilən bitkilərin hansının cinsi nəsli yarpaqsızdır? Cinsi nəsli yarpaqsız olan, təbii ki, deməli, nəyi göstərir bizə? Protalı istəyir. Protal bilirsiniz ki, tallomdan təşkil olunmuşdur. O da planlar və erkək qıcıya aiddir ki, cavabımız B variantıdır. 16. Cədvələ əsasən x plus y ifadəsinin qiymətini tapın. Xlamida monadadan söhbət gedir. Mayalanmada iştirak edən qamet sayı normalda kitabdakını yada salsaq 2 dənədən 1 dənə zigot mayalanmasından yaranırdı. Və bir zigotdan da bilirsiniz ki 4 dənə yeni fərd yaranırdı. Baxaq. 2-dən sonra 2 dəfə az 1, zigot sayı qamet sayından 2 dəfə az olduğuna görə 32-dən 16 olacaq və zigot sayı əmələ gəlmiş fərd sayı zigot sayından 4 dəfə çox olduğuna görə 64 də burada olacaq. 64-ün üstünə 16 gələndə x, y ifadəsinin cəmini tapdıqda cavabımız 80 C variantı olacaq.
Xlamida monadanın cinsi çoxalması zamanı əmələ gələn qamet normalda uşaqlar deməli 2 qametə 1 ziqot və yeni yosunların sayı isə bilirik ki, bir ziqotdan 4 dənə qamçısız spor yaranır ki, ondan da 4 dənə yeni fərt yaranır. Sayı bilmədiyimizə görə 2 vurulsun x, 1 vurulsun x, 4 vurulsun x və bunların saylarının cəmi bərabər olacaq 140-a. 7x bərabərdir 140, x də bərabərdir 20-yə. Bu prosesdə bilavasitə iştirak etmiş qametlərdə cəmi neçə qamçı olmuşdur? Qamet sayını 2x-la götürmüşdük. 2x bərabərdir 2 vurulsun məchul ədədimizi 20 tapmışdıq. Deməli 40 dənə əlimizdə qamet var. Qametlərdəki qamçı sayını istəyirsə 40-ı da 2-yə vurursan 80 dənə. Yəni 17 də A variantıdır. Şəkildə qıcıkimlərin həyat dövriyyəsi verilmişdir. Bir sporofit nəsildir və sporlar yarpaqların alt səthində yerləşir. Şəkildən də gördüyümüz kimi bu fikir doğrudur. Torpağa rizoidlərlə bərkiyir. Baxırıq ki, 3-dən söhbət gedir. Bax, burada rizoidlərlə bərkiməsi göstərilibdir. Bir diploid 2N xromosom dəstinə malikdir. Bəli, başdan ayağacan içərisindəki spordan başqa hər şey 2N xromosom dəstinə malikdir. Deməli, bir diploid 2N xromosom dəstinə malikdir fikrim doğrudur. 2 və 3, baxırıq 2-də spor göstərilir, 3-də protal göstərilir. Hər ikisi də həqiqətən də haploid xromosom dəstinə malikdir. Bu fikir də doğrudur. 4-də baxıram ki, nədən söhbət gedir? Torpağa protalın hal-hazırda buradan bığcıq şəklində çıxan rizoidləri görsənir. O kök deyildir və deyir ki, torpağa köklərlə bərkir. Bu fikir səhvdir. Sayları bərabər olan xlamida monada və ulotrix zoosporlarında cəmi 60 ədəd qamçı sayılmışdır. Biz bilirik ki, xlamida monadada 2 dənə qamçı olur. Ulotrixin zoosporunda isə 4 dənə qamçı olur. Və sayları bilmədiyimizə görə 2 vurulsun x xlamida monada, 4 vurulsun x sayda ulotrix zoosporu. Bərabər edəcəyik 60-a. 6x bərabərdir 60-dırsa, x bərabərdir 10-a. Yaxşı, ulotrixə məxsus olan zoosporları ulotrixin maksimum neçə hüceyrəsi əmələ gətirər? Təbii ki, ulotrixdə minimum 2 dənə zoospor əmələ gəldiyindən onu bölərəm 2-yə, bərabərdir deyərəm 5 dənə hüceyrəsi əmələ gətirir. Erkək qırının inkişaf siklində X ilə işarə olunan, yəni protaldan söhbət gedir. Hissə haqqında verilənlərdən hansı yanlışdır? Saprofit nəsildir, daha doğrusu sporofit nəsildir deyir. X bilirik ki, gametofit nəsildir. Elə buradan cavabımız çıxır A variantı, digərləri doğrudur. Hansı yosunun zoosporları həm mitoz, həm də meyoz yolda əmələ gələ bilər? Burada cavabımız xlamida monada olacaq. Çünki xlamida monadada mitoz yolla qeyri-cinsi çoxalma zamanı əmələ gələn yeni hüceyrələr zoospor adlanır və ziqot yaranan zaman ziqotun da meyoz yolla bölünməsi nəticəsində əmələ gələn hüceyrələr onlar da zoospor adlanırlar. Çünki xlamida monadanın yetkin fərdi haploid xromosom dəstinə malikdir. 21-də D variantı. 22. Qeyri-cinsi nəsli cinsi nəsildən daha yaxşı inkişaf edənlərin düzgün sırası. Baxırıq ki, cinsi nəsli üstünlük təşkil edənlər mamırları idi. Ona görə də buradan variantları sfagnumdur, sonra yaşıl quş mamırıdır, atarıq. Bu zaman 4 və 1 olan variantlar gedir. Cavabımız A variantıdır. Qatır quyruğu söyüd, plaun, şam və moruq həqiqətən də qeyri-cinsi nəsli cinsi nəsil üstündə üstünlük təşkil edir. 23. Erkək qıcının gövdəsinin 2, quş mamırının və bizdən nə istənilir? Hüceyrəsinin xromosom dəstələrinin cəmi neçə olar? Erkək qıcının gövdəsi başdan başa diploid xromosom dəstinə malikdir. 2N-i 2-yə vurduqda 4N edər. Quş mamırının yarpağı başdan başa gövdəsi və yarpağı haploid xromosom dəstidir. Bu 3N edər. Laminaria tallomu 2N xromosom dəstinə malikdir. Xlamida monadada N-dir, ulotrixdə N-dir. Amma laminaria tallomu 2N xromosom dəstinə malikdir. 8N. Ulotrix tallomu bayaq dediyimiz kimi haploiddir. Ona görə olacaq 2N. 4N, 3N, 2N, 8N bunların cəmi bərabərdir. 17N cavab A variantıdır.
Yaşıl quşmamırı və sfaqnum üçün ortaq xüsusiyyətdir. Yaşıl quşmamır və sfaqnum üçün ortaq xüsusiyyət budaqlanan gövdə sfaqnuma aiddir. Yetkin fərdinin rizoida malik olması yaşıl quşmamırına aiddir. Erkək qametlərinin hərəkətsiz olması heç birinə aid deyil. İbtidai bitkilərə aiddir, heç birinə aid deyil. Sporları meyozdan əmələ gəlir fikri hər ikisinə də aiddir. Hansı rəqəmlə göstərilən hissə bilavasitə azalma nəticəsində əmələ gəlir? Bayaq da dediyimiz kimi sporları meyozdan əmələ gəlir. Meyoz sözünün mənası azalma deməkdir. Və baxırıq ki, 4-də sporanginin özü 2N xromosom dəstidir, amma meyoz yolla ondan haploid xromosom dəstli sporlar əmələ gəlir. D variantı. Hansı bənddə müvafiq olaraq qırmızı və qonur yosunlar göstərilmişdir? Qırmızı yosunlar. Baxırıq ki, hər ikisi də qırmızı yosundur. Fucus və fillafora. Qırmızı yosun deyil, fucus ona görə getdi. Makrosistis birinci qırmızı gəlmir, qonur gəlir. Fucusla başladıqda da burada da birinci qonur gəlir. Amma Rhodymenia qırmızı yosundur, fucus isə qonur yosundur. 26-da Y variantıdır. Yanlış mülahizəni müəyyən edin. Mamır və qıcının sporu əlverişli şəraitə düşdükdə cücərərək yeni orqanizmə başlanğıc verir. Bir hüceyrədən ibarətdir. Əlbəttə ki, burada 27-də yanlış mülahizəni müəyyən edin deyirsə, baxırıq ki, yeni orqanizmə başlanğıc verir, düzdür. Bir hüceyrədən ibarətdir, düzdür. Mamır və qıcının sporu qeyri-cinsi çoxalma zamanı əmələ gəlir, düzdür. Qalın qılafla örtülüb ki, onu əlverişsiz şəraitdən qorusun. Ziqotun bölünməsindən əmələ gəlir fikri yanlışdır. 28. Nöqtələrini yerinə yazmaq olmaz. Çox hüceyrəli yosunların nümayəndələri, baxaq, nə yazmaq olmaz. Çox hüceyrəli yosunların nümayəndələri rizoidlərə malikdir, düzdür. Dənizlərdə yaşayır, düzdür. Xromatoforsuz hüceyrəyə malik ola bilər, bu da düzdür. Çünki Lotrixin sonuncu hüceyrəsi xromatoforsuz idi. Vegetativ orqanları olan fikri yanlışdır. Hüceyrələrində xlorofillə yanaşı göy və qırmızı pigment ola bilər, bu da. 28-də D. Yaşıl quşmamırı udduğu su ilə birlikdə çəkisi. Əgər yaşıl quşmamırı X-dırsa, udduğu su 4X-dir. Yəni, bərabərdir 15-ə. 5X bərabərdir 15. X da bərabərdir 3-ə. Və mamırın quru çəkisi elə 3 kiloqrama bərabərdir. Zoosporları həm sab, həm də azalma ilə əmələ gəlir. Həm sab, həm də azalma ilə əmələ gəlirsə, bir mitoz, bir də meyoz yolundan əmələ gəlir deyirsə, zoosporları. Təbii ki, bayaq da dediyimiz kimi 30-da Y variantı xlamida monada olacaq. Xlamida monadanın zigotu meyoz yolundan bölünüb, zoospor əmələ gətirir. Amma qeyri-cinsi çoxalmada, yəni öz ana hüceyrə mitoz yolundan bölünərək, çünki onların yetkin fərdi haploiddir, əmələ gətirəcək. Xlamida monada yosununun zigotlarından əmələ gələn fərdlərdə qamçıların maksimum saylarının cəmi N olarsa, mayalanma proseslərində iştirak edən qametlərin qamçılarının sayı neçə olar? Zigotlardan əmələ gələn fərdlərdə, tutaq ki, zigotumuz X sayıdadırsa, əmələ gələn fərdlərin sayı 4X qədər olacaq. Qamçıların sayı da hərəsi 2 dənə qamçıya malik olduqda 8X qədər olacaq ki, bunu N-dən ifadə edir. Mayalama prosesində iştirak edən 2 dənə bilirsiniz ki, mayalama prosesində qametlər iştirak edir. Qamçılarının sayı 4-ə bərabərdir. Biz yaxşı 8 olan N-dən 4-ü necə ala bilərik? 8-i 2-yə bölməklə ala bilərik. Yəni, N-i 2-yə böldükdə 31-də cavab C variantıdır. Şəklə əsasən doğru ifadəni seçin. Başlanğıc götürdüyü hüceyrə meyoz yolla əmələ gəlir. Bəli, ilkat ləkvari yarpaqlarının altındakı diploid sporanginin içərisinə meyoz yolundan spor yaranmışdı. Düşüb cücərməsi nəticəsində haploid xromosom dəstli protal əmələ gəldi. Üzərində doğru ifadə dediyinə görə bu doğrudur. Meyoz yox, mitoz yolundan, çünki özü haploid xromosom dəstinə malikdir. Gametofit nəsildir fikri doğrudur. Somatik hüceyrəsi diploid deyil, bayaq dediyimiz kimi haploiddir. Yəni cavabımız A variantıdır. Uyğunluğu müəyyən edin.
A. Bilavasitə spordan başlanğıc götürür. Xeyr. Yay zoğu quruyur. Kökümsovu torpaqda qalır. Sonra kökümsovdan inkişaf etmiş olur. Üzərində sporangə əmələ gətirir. Bu yay zoğudur, amma yaz zoğu qonur olanın üzərində əmələ gəldiyinə görə yanlışdır. Sporofit C-də, yəni qıcıda, sporofit nəsli qametofit nəsli üzərində üstünlük təşkil edir fikri doğrudur. Qıcılarda sporofit nəsil qametofit nəsli üzərində üstünlük təşkil edir. Hansı rəqəmlə verilən hüceyrələr azalma nəticəsində meydana çıxıbdır? Təbii ki, burada azalma nəticəsində meydana çıxanlar sporlardır. Sporlar da 5 rəqəmi ilə göstərilmişdir. Cavabımız D variantıdır. Qalanların hamısı isə yəni meyoz yolundan əmələ gəlməmişdir. Mitoz yolundan əmələ gəlmişdir. Mayalanmada iştirak edən bir ulotriksiyosunun qametlərinin qamçılarının sayı n olarsa, mayalanmadan əmələ gələn yosunların maksimum sayı neçə olar? Mayalanmada iştirak edən qamet 2 dənə qamet mayalanmada iştirak edir. 2 qametin cəmi 4 dənə qamçısı olur. Yəni qamçı sayı 4-dür. Yəni enimiz 4-ə bərabərdir. Bəs deyir mayalanmadan əmələ gələn yosunların maksimum sayı neçə olar? Biz də bilirik ki, elə 4 dənə də yeni fərd yaranırdı. Bu zaman 35-də n 4-ə bərabərdirsə, 4 dənə də yeni fərd əmələ gəlirsə, n-ə bərabərdir. Yəni cavabımız Y variantıdır. Ulva haqqında hansı fikir yanlışdır? Qonur yosunlara aiddir fikri yanlışdır. Çünki o yaşıl, çox hüceyrəli yosundur. Xəzər dənizində rast gəlinir, lövhə şəkillidir, substrata saplaq vasitəsilə birləşir, xromatoforlarında yaşıl pigment olur və ibtidai bitki olan yosunlara aiddir. Spirogira yosunlarının konjugasiya prosesində iştirak edən hüceyrələrin sayı 8 ədəddirsə, ziqotdan əmələ gələn spor və cavan yosunların sayının cəmi maksimum neçə edər? Biz də bilirik ki, spirogira yosunları hüceyrələri 2 hüceyrənin konjugasiya etməsi nəticəsində bir ziqot yaranır. Bir ziqotdan 4 dənə haploid xromosom dəstinə malik spor əmələ gəlir. Bunlardan 3-ü məhv olur, birindən yeni spirogira əmələ gəlmiş olur. İndi bizə hüceyrə sayını 8 veribdir. Deməli, 4 dənə ziqot yaranacaq. 4 dənə ziqotdan baxıram ki, 16 dənə yeni spor əmələ gələcək. Amma 16 dənə spordan isə 12 dənəsi məhv olacaq, 4 dənəsi yeni sapa başlanğıc verəcək. O zaman bizdən nə istəyir burada? Həm sporun, həm də ki, cavan yosunların sayının cəmi 20-yə bərabər olacaq. Buradan da gördüyümüz kimi 2, 1, sonra 4 dənə idi, sonra isə 1 dənəsi inkişaf etmişdi. Yəni 2-nin 1-ə nisbəti deyilən nəticələrə əsasən. Sonra onun 4 dənə yaranan spora nisbəti, onun da 1 dənə yeni fərdə nisbəti. Buna əsasən 8 dənə başlanğıc hüceyrə sayı, ondan yaranmışdır 4 dənə ziqot, şərtə əsasən 16 dənə yeni spor və 4 dənə sayda da yeni sap əmələ gəlmişdir. Yəni eyni yuxarıdakı nisbət şəklində düzdük. Cavabımız 20-yə bərabərdir. Cədvələ əsasən x ifadəsinin qiymətini tapın. Yaşıl quş mamırının udduğun, biz bilirik ki, yaşıl quş mamırı başlanğıc çəkisi x qram olduqda 4x qədər sudur. Udduğu suyun miqdarı əgər 48-dirsə, deməli özü 4 dəfə kiçik olacaq. Yəni 12 qram olacaq. 12 qramdır və cədvələ əsasən x ifadəsinin qiymətini tapın. Bizə su udduqdan sonraki çəkisini istəyirsə, udduğu suyun miqdarı ilə toplayırıq. Bərabərdir 60, cavab B variantıdır. 39. Mayalanması zamanı əmələ gələn fərd sayı qamet sayından çoxdur. Mayalanması zamanı əmələ gələn fərd sayı qamet sayından çoxdur. Təbii ki, burada cavabımız nə olacaq? Bax, hamısında 2 qamet iştirak edir, 1 fərd. Bir ziqotdan 1 fərd. Amma burada ümumiyyətlə qamet yoxdur. Burada da eynən. Deməli, cavabımız D variantı ulotriksi olacaq. Çünki 2 qamet iştirak edirdi. Amma sonda ziqotdan 4 dənə spor əmələ gəlib, 4 dənə yeni
yosuna başlanğıc verirdi. 2 qametə 4 fərd düşdüyünə görə ona görə say qametdən çoxdur. Cinsi və qeyri-cinsi çoxalmadan yaranan Ulotrix yosunlarının nisbəti 2-nin 1 kimidir. Yəni 2x-in 1x-ə nisbətindədir. Əgər yaranan Ulotrixlərin sayının cəmi 60 ədəddirsə, toplayıram bərabərdir 60, 3x bərabərdir 60-a, x bərabərdir 20-yə. Yəni Ulotrix yosunu cinsi yolla yaranan 40 ədəddirsə, qeyri-cinsi yolla yaranan isə 20 ədəddir. Biz bilirik ki, 20 dənə qeyri-cinsi yolla yaranan sap elə 20 dənə də nədən başlanğıc götürübdür? Zoospordan. Və biz bilirik ki, zoosporun 1, 2, 3, 4 dənə qamçısı olur. 80 dənə qamçı burada var. Bu yosunların əmələ gəlməsində iştirak edən hüceyrələrdə cəmi neçə qamçı olmuşdur? 40 dənə də cinsi yolla yaranan sapların əmələ gəlməsində bilirdik ki, 2 qamet mayalanma keçirirdi, 1 zigot əmələ gətirirdi normalda. Ondan da 4 dənə yeni sap əmələ gəlirdi. Bəs indi 40 dənə əgər yeni sap əmələ gəlibsə, neçə dənə qamet iştirak edibdir? Elə 4 dənəyə 2 dənə düşürsə, 40 dənəyə də 20 dənə qamet düşür. 20 dənə qametin vururam 2-yə 40 dənə qamçısı var. Qamçı. 40 dənə qamçı burada, 80 dənə qamçı burada. 40-ın üstünə 80 gəldikdə isə 120 edər. Cavabımız C variantı.